Ölkə ərazisində hava şəraiti yenidən pisləşəcək. Sferas xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə aprelin 20-22-sində əsasən gecə və axşam saatlarında bəzi şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Şərq küləyi aprelin 20-sində bəzi yerlərdə arabir 20-25 metr/saniyədək güclənəcək. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, əsasən dağ çaylarından, xüsusən də Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısa müddətli daşqın və sel keçəcəyi ehtimal olunur.